Hə, harda qalmışdıq? Deməli, he, she, it yazırıqsa mütləq feilin sonuna s artırırıq. Ona görə burada do yazırıqsa, burada he, she, it yazmışıqsa, həmin bu köməkçi feilin sonuna es artırdıq. Niyə s yox, es artırdıq? Çünki əgər sənin feilinin sonu o hərfindən bitirsə, sən es artırmalısan o feili təkləmək üçün. İndi gəlin görək necə yazmalıyıq. Məsələn, yazıram I go, mən gedirəm. Getmirəm demək üçün belə yazmalıyıq. I şəxsini yazdın, sonra köməkçi feil və bu köməkçi feilin üzərinə sən not artırırsan. Əsas feilin üzərinə artırmaq olmaz. Ona görə köməkçi feilin üzərinə notu artırdın, sonra yazacağın feili yazırsan. I do not go ya da qısaldılmış formada I don't go. Mən getmirəm. Sual cümləsini formalaşdırmaq üçün sən köməkçi feilini əvvələ keçirdirsən do. Özündən sonra yazacağın şəxsi, indi burada I idi deyə mən I yazıram yenə. Do I və yenə nə yazıram? Əsas feilimi. Baxın, əslində quruluş sual cümlələrində yenə eynidir. Baxın, I mübtəda, go xəbər. Burada da I mübtəda, go xəbər. Sadəcə həmin bu I şəxsinə uyğun olaraq mən əvvələ köməkçi feil keçirmişəm. Və sən burada do feilindən anlayırsan ki, sənin cümlən indiki zamandadır. Sən go'ya baxmırsan artıq. Sən bu köməkçi feilə baxaraq anlayırsan ki, sənin cümlən indiki zamandadır. Sonra bir dənə də gəlin he, she'dən yazaq. Məsələn, she drinks yazıram. O içir. Bunu mən yazıram inkar formasında. She ilə mən do yaza bilmərəm. She-dən sonra gələn əsas və köməkçi feillərin sonuna s artırmalıyam. Deməli, mən do-nun sonuna nə artırıram? S artırıram. She does və bundan sonra yazıram notu, inkar ədatımı yazdım. Sonra əsas feilimi yazıram drink. İndi siz mənə deyirsiniz ki, biz burada drinks yazdıq, amma burada drink yazdıq. Niyə? Çünki sənin bura gətirdiyin köməkçi feil zaman göstəricisini və şəxs funksiyasını öz üzərinə götürür. Yəni, buradakı köməkçi feil artıq s-i götürüb üzərinə. Ona görə sənin buradakı əsas feilin sonuna s artırmağına ehtiyac yoxdur. Əgər sən burada s yazsan, onda yanlışdır. Sən mütləq olduğu kimi yazmalısın. Ümumiyyətlə, yadınızda saxlayın ki, əgər cümlədə do, does, did köməkçi feilləri varsa, siz mütləq həmin feili olduğu kimi yazmalısınız. İndi keçirik sual cümlələrinə. Sual cümləsində birinci yazıram köməkçi feilimi does. Özündən sonra yazıram she. Çünki burada she şəxsidir, ona görə. She yazıram və yenə yazıram drink. Yenə də burada mən feilimin sonunda s yazmadım. Çünki burada does onsuz da mənə zaman və şəxs göstəricisidir. Bura qədər hər şey başa düşdünüz? Sonra gəlin baxaq nəyə? İndiki zaman zərfləri məsələn ola bilər today, bugün, sonra always, həmişə, sometimes, bəzən, really, nadir hallarda, sonra every hər deməkdir. For example, every day, hər gün, every year, hər il, məsələn, every week, hər həftə. Niyə hər sözü indiki zamanda işlənir? Çünki məsələn, deyirsən ki, mən hər gün saat 8-də oyanıram. Biz hər il tətilə gedirik. Hər həftə sonu, məsələn, gəzməyə gedirik. Bu cümlələrdə hər təkrarlanan hərəkəti göstərir, vərdiş halına gəlmiş hərəkəti göstərir və vərdiş halına gəlmiş hərəkət indiki sadə zamanda verilir. Çünki sən ümumi məlumat çatdırırsan bizə. Ona görə. Baxın, məsələn, indiki zaman zərfləri o demək deyil ki, sadəcə indiki zamanda işlənir. Yəni, bu demək deyil ki, sən today, bugün sözünü ya da always, həmişə sözünü sadəcə indiki sadə zamanda verə bilərsən. Sən bunu başqa zamanlarda da verə bilərsən. Məsələn, today sözünü götürək. Məsələn, deyirəm ki, mən bugün məktəbə getdim. Getdim keçmiş zamandadır, amma sən bugün işlədirsən. Ya da deyirsən ki, mən bugün məktəbə getməyəcəm. Burada getməyəcəm, gələcək zamandadır, amma sən today işlətdin. Yəni, bunu sadəcə düşünməyin ki, indiki zamandadır. Sadəcə qayda kitabında belə yazılmış deyil, mən də sizə belə yazdım. Bu testlərdə, toplu testlərində adətən bu zaman zərfləri göstərilirsə, siz elə həmin zamanı yazmalısınız. Amma əgər cümlədə işlədirsinizsə, ya da danışıqda işlədirsinizsə, siz başqa zamanlardan da istifadə edə bilərsiniz. Sonra növbəti keçirik sadə keçmiş zaman. Sadə keçmiş zaman adı olur past simple. Past simple oldu keçmiş sadə zaman. Keçmiş sadə zaman şəkilçisi Azərbaycan dilində d üstü 4 olan şəkilçisidir. Məsələn, getdim, gəldim, gördüm, aldım.
Bunlar olur past simple. Gəlin baxaq. Past simple keçmişdə baş verən bir hərəkəti göstərir və bu hərəkət davam eləməyən bir hərəkət olur. Baxaq. Keçmiş zaman biz iki cür verə bilərik. Birincisi regular, qaydalı feillərlə. Ümumiyyətlə qaydalı feillər nə deməkdir? Qaydalı feillər budur ki, onlar keçmiş zamanda sonuna ed şəkilçisi artırılmalıdır və bu ed şəkilçisi Azərbaycan dilində bərabər olur d şəkilçisinə. Bu ed şəkilçisi. Məsələn, gəlin bir dənə nümunə yazaq. Məsələn, yazıram play, oynamaq feili keçmiş zamanda olur played. Sonra start, başlamaq feili keçmiş zamanda olur started. Amma bütün feillər belə olmur. Bunlar qaydalı feillərdir. Sonra id artırdıq. Bir də var qaydasız feillər. Qaydasız feillər isə kökündən dəyişir. Kökündən dəyişmək nə deməkdir? Yəni tamamilə dəyişir ya da içərisindəki 1-2 hərf dəyişir mənasına gəlir. Məsələn, go feili var, getmək feili. Sən keçmişdə getdim demək üçün go-nu çevirməlisən went-ə. Went getdim deməkdir. Keçmiş zamanda. Yəni belə dəyişir. Məsələn, buy almaq feili var. Bu dəyişir olur bought. Keçmiş zamanda aldı. Ya da bəzi tək hecalı feillər var ki, bunlar qaydasız feillər hesab olunur və eyni qalırlar bütün zamanlarda. Məsələn, put, qoymaq ya da cut, kəsmək kimi feillər. Gəlin bunların nümunələri yazaq. Məsələn, deyirəm I play, mən oynayıram. Keçmiş zamanda olur. I played. Mən oynadım. Gəlin görək bunların inkarını və sualını necə formalaşdıra bilərik. İnkarını formalaşdıranda bizim yenə köməkçi feilə ehtiyacımız var. Niyə? Çünki bu cümlədə köməkçi feil yoxdur. Play oynamaq feili nə etmək sonuna cavab verir və əsas feildir. Cümlənin xəbəridir. Sən cümlənin xəbərinin üzərinə not artıra bilməzsən. Buna görə sənin köməkçi feilə ehtiyacın var. Və keçmiş zamanın da köməkçi feili diddir. Baxın, əvvəl do feili var idi. O does olmuşdu 3-cü şəxsin təkində. Həmin o do feili də keçmiş zamana görə dəyişir və did olur bu dəfə. Məsələn, gəlin yazaq. I did, sonra inkarımı artırıram not. Bundan sonra əsas feilim olan play yazmalıyam. Play. İndi siz burada deyərsiniz ki, bəs bu play indiki zamanda da mən keçmiş üçün buna id artırmalıyam. Bunu belə etməməliyim. Niyə? Çünki bura did gəldi və sən did görürsən ki, keçmiş zamanda olan feildir. Artıq burada keçmiş zaman təmsil eləyən bir göstərici var. Buna görə sən play-in sonuna id yazmağına ehtiyac yoxdur. Sən buradakı diddən anlayırsan ki, sənin cümlən keçmiş zamandadır. Və bura bir də id artırsan, sən 2 dənə keçmiş zamanda olur. Ona görə yanlışdır. Buna görə yadınızda saxlayırsınız ki, do, does, did köməkçi feilini olan cümlədə siz əsas feilinizi olduğu kimi yazmalısınız. Gəlin buna bir dənə də bir sual cümləsi yazaq. Deməli, did əvvəldə yazdım. İndi I play olduğu kimi yazmalıyam. Did I play? Mən oynadım. Buradakı diddən siz artıq gördünüz ki, cümlə keçmiş zamandadır. Sonra mübtədə xəbərdə olduğu kimi yazdınız. Keçmiş zamanın, gəlin bir də, məsələn, irregulardən yazaq, qaydasız feillərdən. Məsələn, yazıram ki, you, buy feili var idi. Məsələn, buy almaq, you buy, sən alırsan. Keçmiş zamanda buy çevrilir, olur bought. You bought, sən aldın. Məsələn, you bought a book. Sən bir kitab aldın. Buradakı cümlə keçmiş zamandadır. Çünki bought keçmiş zamana görə dəyişmiş bir feildir. Qaydasız feildir. İndi biz bunun inkarını necə formalaşdırmalıyıq? Birinci yazıram şəxsimi you. Sonra yazıram köməkçi feilim did. Sonra not. Və buradakı feilimi yazmalıyam. You didn't. Sən etmədin. Sən nəyi eləmədin? İndi onu bura yazmalıyıq. Bought feilini öz formasına qaytarmalıyıq. Niyə? Çünki burada did var. Sən keçmiş zamanda bu. Sən gətirib bura bought yazsan, o da keçmiş zamanda olur. Deməli, sən bunu öz formasına gətirməlisən, yazmalısan buy. You didn't buy. Sən almadın. Bunun sual cümləsini necə formalaşdıraq? Köməkçi feil keçir cümlənin əvvəlinə. Sonra şəxsim yazılır.
Sonra əsas feil yazılmalıdır. Köməkçi feil, mübtəda, xəbər. Ümumi sual cümlələrinin düsturu belədir. Köməkçi feil, mübtəda, xəbər. Baxın, burada görə bilərsiniz. Köməkçi feil, mübtəda, xəbər. İndi burada köməkçi feil yazmışam, mübtəda, xəbər yazmalıyam. Həmin də both-u çevirməliyəm baya. Öz formasına. Did you buy? Sən aldın. Burada did bizə zaman göstəricisidir və sual intonasiyasını yaradır. Heç bir tərcüməsi yoxdur. Do, does, did köməkçi feil kimi heç bir tərcüməsi yoxdur. Sadəcə inkar və sual cümlələrinin formalaşmasında iştirak eləyir. Sonra gəlin baxaq nəyə? Keçirik nəyə? Bu köməkçi feillər dedik. Sonra qaldı zaman zərfləri. Keçmiş zaman zərfləri bunlardır. Yesterday, dünən. Sonra last. Last keçən deməkdir. Və məsələn, last day keçən gün, yəni dünən. Ya da ola bilər, məsələn, last year keçən il baş vermiş hərəkəti göstərirsən. Sonra bir də var ago. Ago əvvəl deməkdir. Məsələn, yazıram ki, 2 days ago, 2 gün əvvəl. Ya da məsələn, yazıram ki, 5 years ago, 5 il əvvəl. Baş vermiş hərəkəti göstərsə, biz burada istifadə etməliyik keçmiş sadə zamanla. Sonra keçirik nəyə? Future simple sadə gələcək zaman. Future simple gələcək zaman deməkdir və gələcək zaman biz əslində 3 yolla göstərə bilərik. Birincisi willdir, bunu hamı bilir. Will bərabərdir acaq, əcək şəkilçisinə və will köməkçi feildir. Will köməkçi feildir və sən gələcək zaman formalaşdırmaq istəyirsənsə, will'in üzərinə nə gəlməlisən? Feil gəlməlisən. Həmin bu feilin də əsas feilindir. Gəlin bunu yazım. Əsas feilin gəlməlisən. Bir də gəlin buna aid nümunələr yazaq, sonra digər gələcək zaman göstəricilərinə keçək. Məsələn, yazıram ki, I will go. Mən gedəcəm. Burada will go cümlənin xəbəridir. I cümlənin şəxsi, yəni mübtədası. Will cümlənin köməkçi feilidir. Deməli, bu zamanın formalaşmasında köməkçi feildən istifadə olunur və sənin başqa bir yerdən köməkçi feil gətirmənə ehtiyac yoxdur. Go isə əsas feilindir. İndi mən bu cümlədən etməliyəm, inkar düzəltməliyəm. Yazıram I, sonra köməkçi feilimi yazıram will, sonra notumu yazıram will not və will not qısaldılmış formada siz görə bilərsiniz bunu want kimi. Want, sonra da əsas feilimi yazıram go. I won't go, mən gəlməyəcəm. Daha doğrusu getməyəcəm. Sonra bunun baxırıq nəyinə? Sual cümləsinə. Sual cümləsində köməkçi feil əvvələ keçirilir, will. Sonra şəxsim yazılır. İndi mən burada I yazmışdım, dilə I yazıram. İndi hansı şəxsi istəyirsiniz qoya bilərsiniz. Sonra da yazıram əsas feilim mi? Will I go, mən gedəcəm kimi tərcümə olunur. Sonra baxırıq nəyə? İkinci gələcək zamanı necə yaza bilərik? To be going to. To be going to bunu qısaldılmış formada qana kimi də görə bilərsiniz. Dəqiqə. Qısaldılmış formada qana kimi də görə bilərsiniz. İndi buradakı to be var. Baxın bu to be-ni siz indiki zamanda görə açmalısınız. To be indiki zamana görə am, is və are olur. İndi sən bu to be-ni açırsan, yerdə qalan going to olduğu kimi qalır. Məsələn, yazıram I. I ilə to be-nin hansı forması işlənir? Am. Artıq mən bu to be-ni açdım. To be-ni silirəm. Yazıram going to. Going to-nu yazdım. İndi bu to-dan sonra nə gəlməlidir? To-dan sonra feil gəlməlidir. Çünki biz bilirik ki, to-dan sonra feil gəlir. İndi sən nə edirsənsə artıq yazırsan. Məsələn, deyirsən ki, I'm going to come. Mən gələcəm early. Erkən gələcəm yazırsan. Tez gələcəm yəni. Burada am going to acaq əcək şəkilçisinə bərabər olur. Qoyun bura bir dənə acaq yazım. Deməli, acaq əcək şəkilçisinə bərabər olur. Məsələn, başqa bir şəxslə yazım. Tutaq ki, you, sən nəsə eləyəcəksən mənasında. You, to be-nin forması nədir? İndiki zamanda you-ya görə are. Yazıram you are going to, məsələn, yazıram bir dənə feil, eat.
You are going to eat. Sən yeyəcəksən. İndi siz soruşarsınız ki, bəs bu to be going to ilə will hər ikisi acaq, əcək mənasını verirsə və gələcək zamanda işlənirsə, bunların fərqi nədədir? Bunların fərqi ondadır ki, ə, biri, məsələn, will planlaşdırılmamış hərəkəti bizə göstərir. Yəni sən bir şey eləyəcəyini bizə deyirsən, amma bunu planlaşdırmamısan. Amma to be going to-nu verəndə burada artıq planlaşdırılmış dəqiq bir hərəkətdən söhbət gedir ki, sən bunu dəqiq eləyəcəksən. Məsələn, sən deyirsən ki, I'm going to come early. Mən tez gələcəm. Deməli, bu dəqiq bir hərəkətdir ki, sən tez gələcəksən. Amma sən bunu will-lə versən, bu hərəkət dəqiq olmadığını bizə göstərir. Gələcək zamanı bir də biz verə bilərik davam edici zamandan. İndiki davam edici zaman. İndiki davam edici zaman to be-nin formalarının üzərinə ing artırmaqla düzəlir. Həmçinin indiki davam edici zaman hal-hazırda baş verən hərəkəti göstərmək üçün istifadə olunur. Gələcək zamanın zaman zərfləri hansılardır? Tomorrow, sabah deməkdir. Yəni sabah baş verəcək hərəkəti göstərir. Sonra next, gələn deməkdir. Məsələn, next day, gələn gün əslində elə tomorrow-ya bərabərdir, çünki gələn gün sabahdır. Sonra next, məsələn, next year yaza bilərik. Gələn il baş verəcək hərəkəti göstərir. Sonra soon ola bilər, tezliklə. Bir də ola bilər, indən sonra hər hansı bir günün gəlməsi. Məsələn, yazıram ki, in 2 days, 2 günə. Yəni 2 gün sonra mənasını verir. 2 gün sonra baş verəcək hərəkət göstərdiyinə görə biz istifadə etməliyik gələcək zamanla. Bir də biz keçmiş zamanda öyrənmişdik last sözünü. Gələcək zamanda öyrəndik next sözünü. Zaman zərflərini. Last keçən deməkdir. Next isə nə deməkdir? Gələn deməkdir. Və bunlar zaman zərfi kimi necə olur? Əgər bunlar cümlədə zaman zərfidirsə, bunlardan sonra plus gəlməlidir zaman bildirən sözlər. Məsələn, day, gün, week, həftə, sonra months gələ bilər ay sözü və year sözü gələ bilər il sözü. Əgər belədirsə, məsələn, başqa hansı sözlər gələ bilər? Tutaq ki, yazıram Monday. İndi xüsusi isim kimi bunu yazdım. Bu da bir gündür də, ona görə birinci gün. Əgər bu sözlər gəlirsə, burada last və next sözləri zaman zərfidir. Amma əgər last və next sözlərinin qabağında the article varsa, məsələn, the last ya da yazılıbsa the next, burada artıq zaman zərfi deyil. Ki, yadınızda saxlayın. The article-ları simlərlə işlənir, sayılarla işlənir, sifətlərlə işlənir. Bunlar zərflərlə heç vaxt işlənmir. Buna görə biz bunlara, əgər cümlədə belə bir şey yazılıbsa, siz bunlara baxıb zaman təyin etmirsiniz. Normalda sən cümlədə görürsən ki, next day var, sən gedib götürürsən gələcək zaman, will götürürsən. Amma əgər the next varsa, sən burada artıq cümləni daha da dəqiqləşdirməlisən ki, bu cümlə gələcək zamandadır, yoxsa yox. Artıq başqa göstəricilər də axtarmalısan. Məsələn, burada nə məna verir? Tutaq ki, yazıram. The last lesson. Burada last axırıncı mənası verir. Məsələn, axırıncı dərs. Axırıncı sözü burada say kimi hesab olunur. Yəni burada zərf deyil. Ya da the next. Yazıram the next room. Məsələn, növbəti otaq. Room, növbəti otaq biraz mənasız oldu. Elə burada gəlin lesson yazım, biraz mənasız oldu. Lesson yazıram. The next lesson növbəti dərs. Burada yenə the article varsa sən buna baxmırsan. Həm də ki, baxın, özündən sonra lesson gəlib. Yəni burada yazdığım lesson axı dərs deməkdir. Heç bir zaman göstəricisi yoxdur da burada. Amma gün, həftə, ay deyirəmsə, burada zamandan söhbət getdiyini artıq mən anlayıram. Burada deməli gələcək zaman oldu. Sonra bura qədər zamanlarda yəqin ki, hər şey başa düşdünüz. Oy, hara getdim mən? Zamanlardan hər şey başa düşdünüz. Hatta bəzi başa düşməyənlər var. Nəyi başa düşmədin? Kimsə nəyisə başa düşmədim dedi.
Kimi gəldi? Salam, əvvəldən izah eləyə bilərsiniz. Əvvəl gəlmədim, mən biraz gec qoşuldum. Kaydı onsuz da qrupa göndərin. Ekran kaydını. Kim harasına Tamam. baxa bilməyibsə oradan baxa bilər. Sonra sonra nə keçməli biz? Essay structure. Baxım görün burada nə yazmışam mən. Baxın. Essay structure yazmışam və essay mövzusu my school, sizin ev tapşırığınız my future plans, mənim gələcək planlarım. My school haqqında biz essay yazmalıyıq. Birincisi essay structure. Mən sizə burada cümlə strukturunu izah eləyə bilərəm. Siz essayini daha yaxşı necə yaza bilərsiniz? Mən sizə deyim. Essay bir ayda, məsələn, hər hansı bir cümlə tiplərinin əzbərlənməsindən olmur. Çünki siz hər essaydə, hər mövzuda fərqli lüğət və fərqli essay quruluşuna rastlaşa bilərsiniz. Buna görə sadəcə öyrənməlisiniz ki, mübtəda, xəbər, tamamlıq. Çünki sənin cümlən dəyişir. Sənin cümlən mürəkkəb cümlə də ola bilər, ya da orada yəlik hal işlənə bilər. Bunlara mütləq fikir vermək lazımdır. Yəni sən hər qrammatika öyrəndikcə topludan, sən mütləq o qrammatikaya uyğun bir mövzu yazmalısan, cümlələr yazmalısan, onu təkrarlamalısan. Essaydə fikir verəcəyiniz şeylər nələrdir ümumiyyətlə? Əvvəlcə cümlə tiplərini izah eləməmişdən əvvəl mən sizə deyim. Essaydə nəyə fikir vermək lazımdır? Birincisi, sizin esseniz bir abzasdan ibarət olmalıdır. Yəni sən 3 dənə abzas qoyub ayrı-ayrı şeylər yazmamalısan. Esseniz bir abzasdan ibarət olmalıdır və siz necə yazmalısınız? Birinci yazırsınız introduction, yəni giriş cümlə. Və bu giriş cümlələrinizi sizə verilən suallardan yaza bilərsiniz. Sualların formasını dəyişərək yaza bilərsiniz. Hansı ki biz bunu eləyirdik, 11-ci sinifdə 3 cümlə ilə var idi keçən il. Bax orada da biz belə eləyirdik. Sizə verilən suala baxırsınız, həmin o sualı əvvəlcə başa düşməlisiniz. Buna görə siz mütləq lüğətiniz yaxşı olmalıdır. Həmin sizə verilən sualı başa düşdünüz, o sualı siz introduction-da istifadə edə bilərsiniz o cümləni. Amma eynisini yox. Həmin cümlədəki sözlərin sinonimləri ilə əvəz olunmuş şəklində. Əvəz eləyərək yazırsınız və biraz da genişləndirirsiniz introduction bölməsində, yəni giriş hissəsində. Sonra davam eləyirsiniz. Yeni abzas açmırsınız. Eyni abzasdan davam eləyirsiniz. Əsas hissəni yazmağa. Əsas hissədə sizə nə lazımdır? Siz orada verilmiş mövzuya uyğun faktlar yaza bilərsiniz. Təbii ki, burada məntiqli bir şeylər yazmalısınız. Düzdür, özünüzdən də bir faktlar yaza bilərsiniz. Fakt nədir? O hadisə haqqında doğru olan bir şey. Amma bu da məntiqli olmalıdır. Yəni əgər özündən yazırsansa, yenə də məntiqli bir şey olmalıdır. Sonra öz fikrini bildirməlisən ki, sən bundan razısan ya yox. Əgər razısansa, niyə razısan? Səbəbini mütləq izah edirsən. Məsələn, deyirsən ki, hə bu belə olmalıdır, amma demirsən niyə belə olmalıdır. Sən mütləq bunu göstərməlisən ki, mən niyə belə fikirləşirəm. Sonra keçirsən, mən buna razı deyiləm. Buna niyə razı deyiləm? Mütləq yenə səbəb göstərməlisən. Sonda isə sən verirsən nəticə hissə. Nəticə hissəndə isə ümumiləşdirilmiş bir fikir yazırsan ki, hə buna görə də belə oldu. Buna görə də belə fikirləşirəm. Və introduction hissəsində, sonra əsas hissəyə keçəndə və nəticə hissəsinə keçəndə sən mütləq linking words-lərdən istifadə etməlisən. Linking words Azərbaycan dilində bağlayıcı sözlər deməkdir. Və əslində bir neçə dənə, məsələn, 3 dənə bağlayıcı söz öyrənirsən və bunları bütün hissələrə tətbiq edə bilərsən. İndi bir dənə öyrənməyin də, hərəsindən 3-5 dənə öyrənin və bunu əzbər kimi yadınızda saxlayın. Bunu bütün hissələrə tətbiq edin. Belə də eləyə bilərsiniz. Sonra siz bəzi Azərbaycan dilindəki sözləri ingiliscə tapa bilmirsən. Bu necə ola bilər? Anlamadım. Çünki bütün sözlərin qarşılığı var. Ola bilər ki, sən Azərbaycan dilində həmin sözün sinonimini bilmirsən. Və linking words-lərin istifadəsində mütləq diqqət eləməlisiniz ki, onlar harda işlənir? Siz onların yerini dəqiq düz qoymusunuzmu? Əsas giriş, nəticə hissədə. Yəni ki, bütün hissələr bir-birinə bağlayıcı sözlərlə bağlanmalıdır. Və nə qədər uzun bağlayıcı sözlər yadınızda saxlasaq, sizin söz sayınıza da o qədər təsir eləyir. Sonra bir də normal bağlayıcılar var, məsələn, because, and,
Bunların istifadəsinə də mütləq diqqət eləmək lazımdır bağlayıcılar. Bağlayıcılarla siz mürəkkəb cümlələr formalaşdırırsınız. Buna görə də sizin balınız artıq olur. Sonra bir də yadınızda saxlayın ki, siz minimum 100 söz yazmalısınız və burada fikirlər təkrarlanmamalıdır. Yəni bir cümləni yazırsansa başda, sonra axırda o cümləni yenə sən yaza bilməzsən. Sonra sən bir sözü 2 dəfə təkrar edə bilməzsən. Sözlərin sinonimlərini mütləq öyrənməlisiniz. Sonra sözlərin sinonimini öyrənmək üçün nə edə bilərsiniz? Deməli, Azərbaycan dilində yazmayın lüğətə yazarkən. İngilis dilində yazırsınızsa, bir dənə ingilis dilində mütləq ki, bildiyiniz bir sinonim olar da, onun qabağına onu yazırsınız. Heç belə yox halda bilmirsinizsə, onu da siz Azərbaycan dilində daha yazın. Sonra hər gün bir mövzu üzərində, məsələn, deyirsən ki, mən bugün heyvanlar haqqında esse yazmaq istəyirəm. ChatGPT-yə yazın heyvanlar haqqında mən necə bir esse yaza bilərəm və onun haqqında hansı sözlərdən istifadə edə bilərəm, sonra lüğətini sizə göndərsin. Və bu lüğətlə də siz başlayırsınız esse yazmağa. Başlayırsınız esse yazmağa. Həm orada sözləri öyrənmiş olursunuz, həm də ki, esse yazmış olursunuz. Yəni gündəlik sadə mövzulardan başlayın. Məsələn, mənim ailəm, məsləhət, nə bilim, bitkilər, heyvanlar, bu haqda yazı bilərsiniz. Gəlin indi biz başlayaq. Ümid edirəm ki, esse strukturunu başa düşdünüz. Təbii ki, bunu əzbərləmək üçün nə lazımdır? Azərbaycan dilində fikir lazımdır. Əvvəlcə ki, Azərbaycan dilində mən nə yazmalıyam? Azərbaycan dilində ağlınıza heç nə gəlmirsə, ingilis dilində necə yaza bilərsiniz də, yəni. Buna görə də hər gün siz esse yazmalısınız ki, bunu təkrarlamış olasınız və esse 16 baldır. Yəni az bal deyil, 16 baldır. Və sən hardasa bir 80-90 söz yazmalısan ki, heç olmasa orada nəsə gəlsin. Məsələn, 50 söz yazsan, 60 söz yazsan, bu sıfırdır. Mütləq ki, sən heç olmasa 80 plus yazmalısan ki, sən nəsə bal gəlsin. Sonra nəyə diqqət eləməliyik? Zamanlara diqqət eləməliyik. Əsasən esselər sadə indiki zamanda istifadə olunur. Məsələn, gələcək və ya keçmiş zamana istinad edirsənsə, bunlardan istifadə edə bilərsən. Amma əsasən sadə indiki zamandan istifadə olunur. Burada yenə diqqət eləməlisən şəxsinə, özündən sonra gələn zamana. Sonra artikellərin yazılmasına diqqət eləməlisiniz mütləq. İcarə əvəzlikləri ilə cəm və ya tək isimlərin uzlaşmasına baxmalısınız. Belə, essedən bu qədər. Essedən başqa sualı olan var struktur haqqında? Cümlə quruluşu Müəllimə haqqında oxuduq, keçənlər də yazsın söz yesini. İndi cümlə quruluşunu izah eləyirəm. Esse haqqında başqa nəsə sual olan var? xeyr müəllim. Xeyr, müəllim. Esse haqqında necə Müəllim, olmalı? artikellər sayılırmı? Artikellər sayılır, hə. Söz önləri, artikellər, bunlar söz olaraq sayılır. Müəllim, söz önləri. Keçənlər yazıblar essini, 100 söz yesini. Kimlər yazırmı? 9-a 9-lar keçənlər yox, bu il. 11-ə aiddir bu. 9-a aid deyil. Amma yenə də esse quruluşu eynidir də. Sadəcə biri şəklə baxıb Müəllim. yazır, biri mövzuya baxıb yazır. Müəllim, bəs esse üçün söz önləri vacibdir? Söz önləri təbii ki, vacibdir. Sən söz önləri şəkilçidir. Sizcə şəkilçisiz söz olar? Olmaz. Baxın, söz önləri Azərbaycan dilində şəkilçilərdir. Və bu şəkilçilər bizdə sözlərin sonunda gəlir. Sən Azərbaycan dilində hansı sözün sonuna o bizim söz önlərinə bərabər olan şəkilçini qoyursansa, ingilis dilində gətir o sözün əvvəlinə qoy. Yəni bu qədər sadədir. Məsələn, sən deyirsən ki, Azərbaycan dilində deyirsən otaqda, elə, yəni otağın içində mənasını verir. Və bizim bu içində, dadə mənasını verən söz önümüz indi. Sən gətirib, məsələn, room otaq sözdür, indi budur. Sən bunu belə yazmırsan. Sən bunu bunun əvvəlində yazırsan. Çünki bu sözün də axı sözün əvvəlində gəlməlidir. Yazırsan in room. Yox, bərabər olur otaqda sözünə. Yəni hansı sözdə deyirsənsə gətir onun əvvəlinə yaz. İndi gəlin esse haqqında başqa suallar yoxdursa keçək cümlə quruluşuna. Birinci cümlə quruluşları fərqlidir. Baxın. Bunu indi bir neçə dərsdə əslində izah eləmək olar. Gəlin baxaq. Nəyə? Birincisi məlum növdə olan cümlələrə baxaq. Məlum növdə olan cümlələr necə olur? Mübtəda, plus xəbər, plus tamamlıq. Ümumiyyətlə mübtəda, xəbər, tamamlıq cümlənin tamamlığı olmaya bilər. Əsas odur ki, cümlədə mübtəda xəbər olsun. Bu cümlə məlum növlü cümlədən söhbət gedir. Gəlin baxaq.
Məlum növlü cümlə, gəlin bura məlum növlü cümlə yaz. Həmin bu məlum növlü cümlədə mübtəda hərəkəti icra edən şəxsdir. Çünki cümlə məlum növdədir. Birincisi, mübtəda suallarını gəlin öyrənək. Mübtəda kim, nə suallarına cavab verir. Məsələn, yazıram ki, və ya da nə yazım? Məsələn, yazıram I came. Mən gəldim. Kim gəldi? Mən. Burada mən nədir? Cümlənin mübtədasıdır. Və cümlənin mübtədası əvəzliklə ifadə olunub. Yadınızda saxlayın, mübtəda elə Azərbaycan dilindəki kimi isimlə, ismi birləşməklə, sonra məsdərlə ifadə oluna bilər. Əvəzliyi dedim, əvəzliklə ifadə oluna bilər. İsimləşmiş digər nitq hissələri, məsələn, isimləşmiş say, isimləşmiş sifətlə ifadə oluna bilər mübtədan. Əsas odur ki, kim nə sualına cavab versin və cümlədə birinci yerdə gəlsin. Sonra keçirik xəbərə. Xəbər iki yerə bölünür xəbərlər. Birincisi ismi xəbərlər, ikincisi feili xəbərlər. İsmi xəbərlər, Azərbaycan dilində belə bir tərif var ki, adlarla ifadə olunur. İngilis dilində də belədir, adlarla ifadə olunur. Adlar nə deməkdir? Feildən başqa digər əsas nitq hissələri. Məsələn, isim, sifət, say, bunlar ola bilər. Və gəlin başlayaq birincisi ismi xəbərdən. İsmi xəbər bərabərdir nəyə? To be, yəni to be-nin formaları, hilos üzərinə isim, sifət və sayın gəlməsi. Məsələn, yazıram ki, I am a student. Mən şagirdəm. Burada I cümlənin mübtədasıdır. Am to be-nin formasıdır. A student isə isimdir. Və am a student cümlənin ismi xəbəridir. Görürüz, ikinci yerdə gəlib. Məsələn, yazıram başqa. He is ya da gəlin sifət yazmaq istəyirəm. Sifət nə yazım? He is small. O balacadır. Burada balacadır. Dır nədir? Şəxs sonluğudur. Həmin o dır, bu is şəkilçisidir. Və is small, burada is to be-nin formasıdır. Small isə burada yazdığım sifətdir və cümlənin xəbəri is small, ismi xəbərdir. Sonra yazıram you are məsələn 15. Burada are to be-nin formasından sonra gələn 15 nədir? Saydır. Və are 15 sənin cümlənin xəbəridir. Sayla ifadə olunub. Bu o deməkdir ki, sən 15 yaşındasan. Və ismi xəbərdir. Sonra keçirik bir dənəyə feili xəbərə. Bu feili xəbər bərabərdir ilə feillərə, əsas feillər. Və bu feillər nə etmək sualına cavab verir. Məsələn, deyirəm, kimisə səsi açıq qalıb. Məsələn, deyirəm ki, elə burada yazdım, məsələn, I came, mən gəldim, nə etdim. Gördünüz, nə etmək sualına cavab verdi və feildir, yəni hərəkət bildirir. Bu olur feili xəbər, bu asandır. Məsələn, yazıram ki, you go, sən gedirsən. Go nədir? Hərəkət bildirir. Nə edirsən? Nə etmək sualına cavab verir? Əsas feildir. Cümlə xəbəri feili xəbərdir. Mübtəda xəbər elə bu qədərdir. Mübtəda xəbər, vəsyo. Sonra sən məlum növlü cümlədən mübtəda xəbər, sonra gələ bilər tamamlıq. Gələ də bilər, gəlməyə də bilər. Oy, hara getdim dəqiq. Mübtəda xəbər. Aha. İndi bu xəbərdən sonra sən yaza bilərsən, əslində yaza bilərsən təyin, yazmaya da bilərsən. Yaza bilərsən tamamlıq, yazmaya da bilərsən. Yaza bilərsən yer, yəni hərəkət hansı yerdə baş verir, yazmaya da bilərsən. Sonra zaman, yenə zamanı yazmaya da bilərsən. İndi bəlkə sənin hərəkətində baş verən yer ya da baş verən zaman bizə məlum deyil. Mübtəda hərəkəti icra edən şəxsdir. Xəbər icra olunan hərəkətdir. Təyin, bizdə təyin nədir? Sifətlə saydır da. Tamamlığı təyin eləyir, yəni təsvir eləyir. Tamamlıq cümlənin obyektidir. Kimi, nəyi, kimə, nəyə suallarına cavab verir. Yer hərəkətin baş verdiyi yerdir. Bu xüsusi isimlərlə ola bilər və ya sən bunu verə bilərsən ingilis dilində in, on, at sözünlərindən, from sözünündən, to sözünündən və özündən sonra yer mənalı isim yazaraq. Zaman isə hərəkətin baş verdiyi zamandır, yəni vaxtdır.
Gəlin bir dənə buna aiddən cümlə quraq. Məsələn, yazıram. I buy. Buradakı buy feili almaq feilidir. Mən bunu keçmiş zamanda yazmaq istəyirəm. Yazıram. Kökündən dəyişir olur bought. I bought. Mən aldım. Mən nə aldım? Ya da nəyi aldım? Tabı. Book. Book nədir? Cümlənin tamamlığıdır. Üçüncü yerdə gəlib nəyi sualına cavab verir. Mən bu book'un qabağına təyin yaza bilərəm. Məsələn, yazıram ki, mən bir maraqlı kitab aldım. An interesting book. I bought an interesting book. Bu cümlə nə oldu? Mübtəda, xəbər, interesting sifətdir. Nə olur? Təyin, book, kitabı, nəyi? Cümlənin tamamlığı. Deməli, mübtəda, xəbər, təyin, tamamlıq var burada. Sonra nə qoymalıyam? Yer və zaman. Baxaq. Yer mənalı. Mən hardan aldım kitabı? From. Hardan aldım yaza bilərik məsələn. Mağazadan, elə. From the store. Sonda nə yazmalıyam? Zaman yazmalıyam, elə. Baxın, sənin bu feilin keçmiş zamandadır. Sən keçmiş zamana uyğun bir zaman zərfi yazmasan, məsələn, dünən, yesterday. Dünən mağazadan maraqlı bir kitab aldım. Mağazadan. Buradakı dan şəkilçisi fromdur. Dan deməkdir. Və buradan siz ürəyiniz istəyən bir nədir o cümlə üzvü çıxara bilərsiniz. Məsələn, yesterday çıxarıram, çıxara bilərəm. Sadəcə cümləm uzun olsun deyə yazmışdım. Ya da mağaza sözünü çıxara bilərəm. Bura yaza bilərəm, bir dənə zaman. Məsələn, yesterday bura gətirərəm. Sadəcə cümlədə mübtəda xəbər mütləq olmalıdır. Digərləri olsa da olar, olmasa da olar. Məsələn, buradan interesting-i çıxara bilərəm. Yaxşı. Yəni ki, sən Azərbaycan dilində qurduğun cümlədən asılı olaraq bu qurduğun cümlə dəyişir. Yəni cümlə quruluşu qısaca belədir. Yəni mübtəda xəbər, təyin, tamamlıq, sonra da zərflik. Zərflik nədir? Yer və ya zaman zərfi. Gəlin baxaq söz önlərindən işlənməyinə. Məsələn, yazıram. Tutaq ki, from-dan sonra bayaq qoymuşdum. Məsələn, yazıram from library. Library kitabxana deməkdir və o nə olur? Kitabxanadan. Baxın, haradan? Deməli, mən from-u yer zərfi düzəltmək üçün istifadə edirəm. Sonra to ola bilər. Məsələn, yazıram to Italy. İtaliyaya. İtaliyaya. Burada to şəkilçisi var. Bax, buradakı ya şəkilçisidir. A, əl şəkilçisidir. Haraya sualına cavab verir və yer zərfi düzəldir. Sonra in. İni bayaq dedik. Məsələn, in the room. Otağın içində, otaqda mənasını verir. Harada. Gördünüz, inlə nə düzəltdim? Yenə yer zərfliyi düzəltdim. Sonra biri də var. Məsələn, at. At the station. Məsələn, stansiyada. Stansiyada. Burada yenə da mənasını verdi. Harada. Sonra on nə deməkdir? On üzərində deməkdir. Məsələn, yazıram on the table. On the table nədir? Stolun üzərində. Stolda. Harada. Yenə nə düzəltdim? Yer zərfliyi düzəltdim və bunlar cümlənin sonunda gəlməlidir. Çünki zərflidirlər ona görə. Başa düşdünüz? Başda to be-nin formalarından işlənməyini də dedik. Baxın, to be-nin formalarından əslində siz bunu yazmaq üçün məlum məhsul növ falan bilməlisiniz. Bu da topluda işləyərkən əzbərləyirsiniz deyə bilmirsiniz. Məsələn, bu dəqiqə məhsul növü testdə tapa bilərsən, amma məhsul növdə cümlə yaza bilərsənmi? Biraz müəmmalıdır. To be-nin formasından mən burada yazdım ki, biz ismi xəbər formalaşdırırıq elə. Hara getdi o? Hədi burada. Biz burada yazdıq ki, to be-nin formalarından nə düzəldirik? İsmi xəbər düzəldirik. İndi gəlin bunu biraz biz aydınlaşdıraq. Biraz aşağı keçirəm və bunu aydınlaşdırıram. To be-nin formalarından mən feili xəbər də düzəldə bilərəm. Bu zaman to be-nin formasından sonra feil gəlir. To be-nin formasından feili xəbər düzəldirəmsə iki halda baş verir. Birincisi məhcul növdə, ikincisi də mecci zamanlarda. Çünki burada mən feildən istifadə edirəm. Elə bil ki, feili xəbər nədir? Feildən istifadə edirsən. Deməli, to be-nin formaları feili xəbər kimi necə olur? Plus. Feil gəlir, plus ing gəlir və bu bərabər olur davam edici zamana.
Davam edici zamana bərabər olur. Məsələn, yazıram I, to be-nin formasını açıram am. I am speaking. Mən danışıram. Yəni bu dəqiqə baş verir mənim danışmağım. Davam edici zamandır. Görürsüz, speak nədir? Danışmaq. To be-nin formasından istifadə etmişəm. Özünə sonra ing qoymuşam. Və davam edici zamanlı feili xəbərli cümlə düzəltmişəm. Sonra to be-nin forması bir də feili xəbər kimi olur? Məhcul növdə. Məsələn, deyirəm ki, the book was nədir? To be-nin formasıdır. Özündən sonra feilin 3-cü formasında zaman qoymalıyam. Deməli, bura yazıram to be plus verb 3. Yəni feilin 3-cü forması. Bu feilin 3-cü formasını gəlin qoyaq. Deməli, burada to be-nin formasını mən yazdım. Was yazdım. İndi bir dənə feilin 3-cü forması qoyuram. Məsələn, bought. Bought almaq feilin 3-cü zaman formasıdır. The book was bought. Bir dənə yesterday yazın bura. The book was bought. Nə oldu? Kitab alındı. Burada sən onsuz da bura baxırsan, görürsən ki, book cansızdır, özündən sonra feil gəlib. Cansız bir əşya feili necə icra eləyə bilər? İcra eləyə bilməz. Və sən buradan artıq anlayırsan ki, cümlə məhcul növdədir. Kitab alındı. Başa düşdünüz? Sonra. To-be-nin formalarından da uzlaşmasını belə dedik, yaranmasını. İndi bizə lazım olan bir-iki cümlə tipi var, mürəkkəb cümlə və bu, məsələn, yaza bilərəm if-li cümlə. If-lə əgər sən cümlə yazırsansa, onun yanına indiki zaman yaza bilərsən, sonraki cümləyə də indiki zaman yaza bilərsən. If əgər deməkdir və iki sadə cümləni bir-birinə bağlayır. Əgər sən cümləyə if yazırsansa, onun yanına indiki zaman, sonraki cümləyə isə gələcək zaman yaza bilərsən. Məsələn, birinci öyrənək if nə deməkdir? If əgər və ya sa, sə şəkilçisi kimi tərcümə edə bilərsən. Məsələn, yazıram ki, əgər sən gəlsən, əgər sən gəlsən, əgər sən gəlsən. Görürsünüz, eyni cümləni dedim. Azərbaycan dilini dedim, onu da yazdım. Əgər sən gəlsən, vergül, mən gəlməyəcəm. Mən gəlməyəcəm hansı zamandadır? Gələcək zamanda. Gələcək zaman yazdım. Gəlməyəcəm inkarda olduğuna görə notunu da yazdım. Gəlmək feilini də yazdım. Deməli, you come indiki zamandadır. You come indiki zamandadır. Və sonraki will not come isə gələcək zamandadır. Düsturma bax, indiki və gələcək. Sən bura if-in yanı var, sən bura heç vaxt gələcək zaman yaza bilməzsən. Çünki bağlayıcı yanında gələcək zaman yazılmır. Başa düşdünüz? Bu if-li cümlədir. Sonra keçək bir dənə cümləyə tipinə. O hansıdır? When-dir. When-lə elə bu eynidir. Qoyun burada when yazın bunun yanına. Çünki cümlə quruluşu eynidir ona görə. When Azərbaycan dilində bərabərdir anda, əndə şəkilçisinə. Bizdə feili bağlama şəkilçisidir anda, əndə. Bura when yazın. When bərabərdir anda, əndə. Gəlin bir dənə cümlə yazım. İndi necə deyirsənsə, Azərbaycan dilində necə deyirsənsə, ingilis dilində yenə eynisini yazmalısın. Məsələn, deyirəm ki, bir də when olan cümlədə keçmiş zamanlar da bir-birindən uzlaşır. Gəlin bunu yazım. Keçmiş. Sonra when olan cümlədə keçmiş yazdım. İndi məsələn indiki gələcək falan da yaza bilərəm. Sadəcə indi keçmiş yazdım nəsə. Gəlin baxaq. Məsələn, bir dənə cümlə nə yaza bilərəm when-ə. Tutaq ki, sən gələndə, when, əndə demisən axı, when-i yazmalısan. When you, gəlmək feili nədir? Come. When you come, sən gəl, əndə. Sən gələndə, vergül, mən evdə deyildim. Mən, evdə deyildim ya da evdə idim. Bu cümlədə görürsünüz hərəkət yoxdur. Amma idim var. Xəbər var cümlədə. Deməli, ismi xəbərdir. Sən bunu verməlisən to be-nin formasından. I am at home. Evdə idim. I am not home. Evdə deyildim. Yəni, sən cümlədə əgər deyil verirsənsə, bunu da yenə verməlisən to be-nin formalarından. Oy, bir dəqiqə. Keçmiş zamanda yazmalıyıq. Mən indiki zamanda yazdım.
Bir dəqiqə, bunu keçmiş zamana çevirək. I was not və bu was keçmiş zamandadırsa, sən mütləq buradakı come feilini də keçmiş zamanda yazmalısan. Came. Baxın, əgər bir cümlədə sözə sən sə artırırsansa, məsələn, sən gəlsən ya da sən gələndə, bu feillərdə zaman şəkilçisi yoxdur. Bəs zaman şəkilçisi yoxdursa, məsələn, deyirəm when you come, sən gələndə. Mən hardan bildim ki, mən bunu keçmiş zamanda yazmalıyam? Mən digər sadə cümləmə əsasən aydınlaşdırdım ki, mən əvvəlki feilimi keçmiş zamanda yazmalıyam. Baxın, nə dedim? Sən gələndə mən evdə deyildim. Deyildim. Burada D şəkilçisi var. Bu keçmiş zamanda. Deməli, bu was-u mən keçmiş zamanda deyildim mənasına gəlir də bu was not. Bu keçmiş zamandadırsa, bu da keçmiş zamanda olmalıdır. Və mən buradakı bu come belə yazılanda indiki zamanda olur. Kökündən dəyişir, came olanda keçmiş zamanda olur. Və mən bunu keçmiş zamanda yazdım. Çünki keçmişlə keçmiş uzlaşır, indiki ilə indiki uzlaşır, indiki ilə gələcək uzlaşır. Uzlaşma belədir. Sonra bir də nəyimiz var bizim? While. While da nə deməkdir? Bərabərdir arkan, ərkən şəkilçilərinə. Məsələn, deyirəm ki, sən sağ ki, nə yazaq? Dünən sən gələrkən mən yatırdım. Dünən sən gələrkən mən yatırdım. While olan cümlələr adətən belə olur. Plus davam edici zaman, plus davam edici zaman. Niyə? Çünki əgər sən bir cümlədə arkan-ərkən işlədirsənsə, bir zamanda baş verən iki hərəkəti göstərir. Və bu iki hərəkət bir zamanda eyni anda davam eləyir. Bu zaman sən istifadə edirsən while-dan. Məsələn, dünən mən gələrkən sən yatırdın. Hadisə dünən baş verib. Mən gəlirəm, sən də yatırsan. Mənim gəlməyim və sənin yatmağın eyni anda baş verir. Buna görə sən while-ın yanına nə yazmalısan? Hər iki tərəfinə davam edici zaman yazmalısan. Məsələn, bura yazım. Mən gələrkən dünən qaldı. Dünən mən gələrkən sən yatırdın. Gəlin baxaq. Dünən mən gələrkən ərkəni sən gəlmək feilinin üzərində dedinsə, burada da gəlmək feilinin yanında while yazmalısan. Yazırsan. While ərkəni yazdın, indi yazmalısan mən gəlmək. Mən nədir? I, gəlmək nədir? Come. İndi sən burada come yox, yazmalısan came, keçmiş zamanda. Niyə? Çünki burada yatırdın feil keçmiş zamandadır. Sən burada cümlədəki bütün feilləri keçmiş zamanda yazmalısan. While I came, mən gələrkən, dünən sözü qaldı, dünən də yazaq. Yesterday, dünən mən gələrkən, sən yatırdın. Sən nədir? You. You'ya görə to be'nin keçmiş zamanda hansı forması var? Were. Və özündən sonra ing-li feil yazıram. You were sleeping. Sən yatırdın. Dünən mən gələrkən sən yatırdın. Ya da bunu siz verə bilərsiniz davam edici zamanda. While I came olar ya da while I was. Bunu gəlin davam edici zamanda yazaq. Yazıram coming. Bu da olur davam edici zamanda. Çox vaxt siz testlərdə belə görürsünüz, amma sadə zamanla dişlənir. Sadəcə testdə belə görürsünüz deyə mən də davam edici zamanda yazdım hər iki tərəfini. Davam edici zamanlar esselərdə istifadə olunmur. Amma 9-cu sinfin esselərində istifadə olunur. Niyə? Çünki sən şəkilə baxıb yazırsan və şəkildə hər hansı bir hadisələr davam eləyə bilər də. Məsələn, deyirsən ki, nə bilim, itinlə oynayır. Hal-hazırda baş verirsə, sən bunu davam edici zamanda yaza bilirsən. Amma 11-ci sinif esselərində sadəcə biz istifadə edirik sadə zamanlardan. Əsasən də sadə indiki zamandan çünki məlumat veririk. Dediyim kimi, siz esse quruluşunu, ümumiyyətlə cümlə strukturunu sadəcə bu bir dərsdə öyrənmək mümkün deyil. Bunu siz öyrənməlisiniz hər qaydanı öyrəndikcə. Topludan qayda öyrəndikcə sadəcə test işləmək üçün öyrənirsinizsə, əgər siz esse yaza bilməzsiniz. Siz mütləq hər qayda öyrəndikcə ona uyğun nümunələr yazmağa, esselər yazmağa. Ancaq belə öyrənə bilərsiniz. Çünki hər cümlə quruluşu bir qaydaya aiddir.
Məsələn, indi öyrəndiklərimiz zamana aid idi. Bunlar when, if, while, bunlar hamısı zamanın içində olanlardır. Məsələn, siz test işləmək üçün öyrənirsiniz ki, if-in yanında indiki zaman varsa, o biri tərəfə gələcək zaman qoyun. Amma bunun harda necə işləməyini bilmirsiniz. Mütləq bunu öyrənmək lazımdır. Ona görə siz qaydanı öyrənəndə başlamalısınız ifli cümlələr yazmağa. Sonra, bura qədər başa düşmədiyiniz nəsə oldu? Xeyr müəllim. Xeyr. My mövzusunda opinion essay yazmalıyıq. Xeyr. Opinion essay yazaq, amma hansı səviyyədə yazaq? A2-də mi yazsaq? Sizin 11-ci siniflərin yazdığı essay adlanır. Burada biraz linking verse'lərdən falan istifadəyə baxaq. Gəlin baxaq. Essay yazmasaq olar. O nə demək essay yazmasaq olar? İmtahanda. Yox. Müəllimə 9-cu sinif olar yazaq. Bu əslində eynidir. Sən düşün ki, şəkilə baxırsan, my school var. Mənim məktəbim təsvir olunub. Sən indi şəkildə gördüyün ya da ki, bir şey fikirləşib yazmalısan. Tutaq ki, gözün qabağına şəkil gətir və my school, mənim məktəbimdə nə var, indi sən onu yazmalısan. İndi bunu mən yazıram hələ. Bunu mən yazıram ki, siz anlayasınız ki, nəyi necə yazmaq lazımdır. Əslində ikisi də eyni şeydir. Sadəcə birində sənə bir mövzu verilir və sən ona uyğun yazmalısan. Birində isə sənə şəkil verilir, ona uyğun yazmalısan. İkisi də eyni şeydir. Sənə bir mövzu verilirsə, sən yenə məsələn my school yazıb 11-ci sinifdə. Şəkil yoxdur. Sən gözünün qabağına yenə şəkil gətirməlisən. Eyni şeylərdir ona görə. Və quruluş da eynidir. Yenə sən 9-cu sinifdə sadə zamanlarda yazırsan, sadəcə bir fərq odur ki, davam edici zamanda da yaza bilərsən. Bir fərq odur ki, 9-cu sinifdə sən oradakılara ad verməlisən. Ad vermək nə var ki, ad verməyə? Normal Azərbaycan adlarından birini qoyursan oradakıların adına. Всё. Fərq sadəcə bundan. Verdən istifadə edirsən, bağlayıcıdan istifadə edirsən. Orada nəyə fikir verməlisənsə, burada ona fikir verirsən. Eyni şeylər. İndi biz my school mövzusunda essay yazmalıyıq. Hə. Deməli, birinci nədən başlayırıq? Mən sizə fikirlər. Müəllimə o deyir in my opinion. İmtahanda da elə yazsaq bizə maksimum 16 bal verər. Baxır, opiniondan sonra yazdığım bütün esseni düz yazmısan, yoxsa yox? Yox, müəllim nümunə olaraq verirlər in my opinion, təbii sometimes var. Sometimes linking verse deyil, amma olar. Çoxlu linking verse'lər var, çoxlu var. Sadəcə indi əgər sən 3-ünü, 5-ini yadında saxlayıb əzbər olaraq ora yazmaq istəyirsənsə, o başqa məsələ. Yəni ki, belə eləyə bilərsiniz. Tutaq ki, sənin linking verse'lər yadında qalmır da, indi neynəməlisən? 3 dənəsini yadında saxlayırsan, məsələn, 3 dənə giriş üçün verməyə, 3 dənə əsas hissəni bağlamağa, 3 dənə də nəticə hissəyə keçid. Bunu yadında saxlayırsan, hər hissədə tətbiq eləyirsən, yəni problem deyil. Gəlin baxaq, elə birinci başlayaq. Aha, kimsənin sualı var? Mən dedim məsələn, əndi götürüb 5-6 dəfə təkrar Olmaz. yazmaq olar, yoxsa bir dəfə Bir ilə dəfə yox, 2 dəfə də verə bilərsən, amma daha hər dəfə təkrarlamadan. başa düşdüm. Hə, bir də çalışın ki, məsələn, isim yazırsınız, o isimlərin əvvəlinə sifət yazın. Cəmiyyət bildirən söz yazın, əvəzlik yazın ki, daha təbii olsun. Yəni ismi belə ortada buraxmayın da, qabağına sifət falan yazın. Bir sözü çox təkrarlamayın. Gəlin baxaq, deməli, mövzumuz nədir? My school, mənim məktəbim. Birinci başlaya bilərik ki, mənim fikrimcə məktəb həyatımızın çox vacib bir hissəsidir. Gördünüz, ümumi bir fikir bildirdim, çünki introduction verirəm. Mənim fikrimcə məktəb həyatımızın çox vacib bir hissəsidir. Mənim fikrimcə nədir? İndi burada başqa şey də verə bilərsən. Məsələn, düşünürəm ki, mənim yanaşmamla. İndi mən burada prosta bunu verdim. Asan səviyyədə olsun deyə ilk başlayırıq ona görə. In my opinion, bundan sonra qoyulmalıdır vergül. Mənim fikrimcə məktəb həyatımızın ən vacib hissəsidir.
Çox vacib bir hissəsidir daha doğrusu. Nə həyatımızın vacib hissəsidir? Məktəb. Məktəb cümlənin mübtədasıdır, yazdım. Sonra məktəb həyatımızın vacib hissəsidir. Burada dir nədir? İz şəkilçisi, to be-nin izidir. Vacib hissəsidir. Vacib sözü, vacib hissəsidir. Burada diri yazır, indi qaldı vacib. Yazırsan very important. Important vacib deməkdir, very çox. Məktəb vacib, çox vacibdir oldu cümlən. İndi vacib hissə. Hissə sözü nədir? Part. Bizim həyatımızın of our lives. Lives. Aha. Of our lives. Bu qədər. Bu nə oldu? Məktəb həyatımızın vacib hissəsidir. Sonra növbəti nə yaza bilərik? Mən inanıram ki, mənim məktəbim oxumaq üçün əla bir yerdir. Çünki o mənə çoxlu yeni şeylər öyrənməyə və daha yaxşı insan olmağa kömək edir. Bu cümlə biraz mürəkkəb görünə bilər. Gəlin bunu asanlaşdıraq. Mən inanıram ki, baxın yeni abzas açmırıq. Hamısını eyni abzasdan yazırıq. Mən inanıram ki, mən inanmaq nədir? Believe. Ki nədir? That. Mən inanıram ki, bu bağlayıcı sözdür. Mən inanıram ki, bundan sonra heç vaxt vergül qoyulmur. Yadınızda saxlayın. Bu ki'dən sonra vergül qoyulmur. Mən inanıram ki, mənim məktəbim əla yerdir. Mənim məktəbim, my school, əla yerdir. Yenə burada dir var. Dir nədir? Is. Əla yer, a great place. Mənim məktəbim əla yerdir. Mübtəda xəbər. Sonra, mənim məktəbim əla yerdir. Nə üçün əla yerdir? Təhsil almaq üçün. Təhsil almaq nədir? To study. Əgər sən bir feili üçün işlədirsənsə onun əvvəlində. Məsələn, deyirəm ki, mən dərs oxumaq üçün, mən çay içmək üçün, mən yemək yemək üçün. Sən o feillərin qabağında sadəcə to işlət. Yaxşı? Məsələn, oxumaq üçün, təhsil almaq üçün nə oldu? To study. Mənim məktəbim təhsil almaq üçün əla yerdir. Bunu işlətdik. Sonra, cümlənin sonu nədir? Çünki o mənə yeni şeylər öyrənməyə və daha yaxşı insan olmağa kömək edir. O mənə kömək edir. It, o, helps, kömək edir mənə. Mübtəda, xəbər, tamamlıq. O mənə kömək edir. O mənə nəyə kömək edir? Öyrənməyə. Yeni şeylər öyrənməyə. Learn. Baxın. Bu artıq bu feil var, help. Ondan sonra gələn feil, öyrənmək feili to-suz yazılmalıdır. Və mən burada learn feilini to-suz yazdım. O mənə kömək edir öyrənməyə. Nəyi öyrənməyə? Çoxlu, yeni şeylər. Çoxlu. Bunu böyük hərflə yazmamalıyım. Ben bunu kiçik hərflə yazdım. Çoxlu, yeni şeylər. Gördünüz, burada mən yeni şeylər, çoxlu şeylər də yaza bilərdim, amma ikisini birləşdirdim və söz sayımı artırdım. Mənə çoxlu şeylər öyrənməyə kömək edir və bir də nəyə kömək edir? Daha yaxşı insan olmağa. Baxın, daha yaxşı insan olmaq. Burada əgər sən bir sifətlə olmaq feili işlədirsənsə, become-la verə bilərsən. Məsələn, böyümək, daha yaxşı insan olmaq. Bunları become-la versən, become-dan sonra nə yazırsan? Həmin o sifəti. Become a better person. Daha yaxşı insan olmaq. Burada better var, Baxın, bu əslində good sifətidir. Sadəcə müqayisə dərəcəsinə görə dəyişib, olub better. Yaxşı. Become a better person. Daha yaxşı insan olmağa. Nöqtə. Nöqtəyi qoyuram, elə buradan da davam eləyirəm. Və nə etməliyəm? Birincisi, burada əgər mənim məktəbim haqqında sən pis bir fikrin yoxdursa, yəni negativ bir, onu pisləyəcək bir şeyin yoxdursa, sən elə onu iki dənə, indi bundan sonra iki dənə sən fikir yazmalısan. Ya bu ikisi də yaxşı fikir olmalıdır. Ya biri yaxşı olmalıdır, biri pis olmalıdır. Və mütləq yaxşıdan başlamalısan. Birinci deyirsən, firstly, ilk olaraq deməkdir, vergül. İlk olaraq yazırsansa yaxşı fikir yazmalısan. Məsələn, yaxşı fikir kimi yazmaq olar? Birinci müəllimlərdən başlayıram. Yazıram ki, müəllimlər
dostcanlı və köməkçidirlər. Yəni kömək eləyəndilər. Kimlər dostcanlıdır? Müəllimlər. Kim? Mübtəda yazıram. The teachers köməkçidirlər. Dirlər to-be-nin forması olan are-dır. Müəllimlər köməkçidirlər. Firstly, the teachers are köməkçi sözü nədir? Helpful. Yəni kömək edən deməkdir. Helpful and friendly. Friendly isə dostcanlı deməkdir. Nöqtə. Burada gördünüz, mən sadəcə bir dənə helpful da yaza bilərdim, amma and yazıb bir dənə də sifət artırıb cümləni daha təbii elədim və söz sayını artırdım. Helpful and friendly. Sonra nə yaza bilərik arxasından? Müəllimlər haqqında yazdım ki, məsələn, köməkçidirlər, dostcanlıdırlar. İndi bunu izah etməliyəm ki, niyə mən müəllimlərin belə olduğunu düşünürəm. İndi müəllimlər haqqında əlavə bir fikirlər yazmalıyam. Məsələn, yaza bilərəm ki, onlar dərsləri aydın şəkildə izah edirlər və suallarımızı həmişə cavablandırırlar. Onlar dərsləri aydın şəkildə izah edirlər. Kim onlar? They. Onlar nə edirlər? İzah edirlər. They explain. Onlar nəyi izah edirlər? Dərsləri. The lessons. Mübtəda xəbər tamamlayır. Aydın şəkildə clearly. Clearly isə zərfli idi. Sonra and onlar aydın şəkildə izah edirlər və suallarımızı həmişə cavablandırırlar. Kimlər? Onlar. They. Suallarımızı cavablandırırlar. Suala cavab vermək olur. Answer. Həmişə cavablandırırlar. Həmişə nə idi? Always. Answer. Nəyi cavablandırırlar? Bizim suallarımızı. Our questions. Yenə cümlə nə oldu? Mübtəda xəbər tamamla. Suallarımızı cavablandırırlar. Növbəti nədir? Suallarımızı cavablandırırlar. Bundan əlavə sən bir dənə də fikir əlavə edə bilərsən. Yəni ki, səbəb izah edirsən də. Yazırsan. Bundan əlavə olaraq more evə. Bundan əlavə olaraq başqa sözlər də var. Sadəcə more evə yazdım. More evə vergül. Mən sinif yoldaşlarımla dərs oxumaqdan həzz alıram. Yəni onlarla bir yerdə təhsil almaqdan həzz alıram. Mən həzz alıram. I enjoy. Mən nədən həzz alıram? Enjoy-dan sonra gələn feil ing ilə yazılmalıdır. Mən nə etməkdən həzz alıram? Dərs oxumaqdan. Studying. Mən kimlə dərs oxumaqdan həzz alıram? Mənim sinif yoldaşlarım ilə. With ilə deməkdir. With ilə. Mənim sinif yoldaşlarım my bir dəqiqə. Classmates. Sinif yoldaşlarım ilə. Dərs oxumaqdan həzz alıram. Bu tərəfə gedim. Aha. Sinif yoldaşlarımla dərs oxumaqdan həzz alıram. Sonra növbəti nə yaza bilərik? Sinif yoldaşlarımla dərs oxumaqdan həzz alıram. İndi bunun ikisini də yaza bilərsən. Because. Çünki biz bir-birimizə kömək edirik. Kim kömək edir? Biz. Biz nə edirik? Kömək edirik. Bir-birimizə sözü isə each other deməkdir. Biz bir-birimizə kömək edirik. Nöqtə. Sonra yenə eyni yerdən davam edirəm. Əlavə bir abzas açmıram. Məktəbim haqqında pis fikrim yoxdursa, əgər yenə secondly yazıram, ikinci olaraq. Məcbur deyil ki, sən pis fikirlər yazasan, yaxşı fikirlər də yaza bilərsən. Secondly yazıram, yenə vergül qoyuram və başlayıram yenə yazmağa. Mənim məktəbim təmiz və rahatdır. Nə təmiz və rahatdır? Mənim məktəbim cümlənin mübtədasıdır. Rahatdır. Burada dır nədir? İz şəkilçisi. Təmiz, clean and rahat, comfortable. Rahatdır. Nöqtə. Sonra orada nə var deyək? Məsələn, kitabxana və oyun meydançası var. Var olmaq ifadəsi nədir? There is, there are. Aha. İndi gəl yazaq. Dəqiqə gözləyir.
Yazırıq. There is, there are indiki zamanda var olmaq deməkdir. Bu there is, there are-ın var olması nə deməkdir? Ümumiyyətlə sən var olan bir şey göstərirsən və bu var olan şeyin kimə aid olduğunu göstərmirsən. Sadəcə var, yəni belə bir şey mövcuddur. Belə bir hallarda sən there is, there are-dan istifadə edirsən. There is-dən sonra tək isim gəlməlidir. There are-dan sonra isə cəm isim gəlməlidir. İndi mən burada nə dedim? Kitabxana və oyun meydançası var. Kitabxana təkdə olduğuna görə library sözü təkdə olduğuna görə mən is işlətdim. And bir də nə dedik? Nə var? Playground, oyun meydançası. Playground, oyun meydançası var. Nöqtə. Sonra indi sən bu ikisini yazdın. Sən burada nə etdiklərini bizə göstərə bilərsən. Məsələn, sən kitabxanada nə edirsən, playgroundda nə edirsən bizə göstərirsən. Yazırsan ki, məsələn, for example yerinə başqa məsələn sözü də yazmaq olur. Məsələn, for instance, ya da such as kimi sözləri yazmaq olar. Sadəcə başlanğıc üçün mən bunları yazdım. Burada bunun altına qırmızı xətt var, deyirəm, səhvdir. For example, məsələn, mən kitabxanada nə edirəm, onu yaza bilərəm. Kitab Yaza oxumaq. bilərik ki, mən kitabxanada kitab oxuyuram. Necə yazaq? Mən tez-tez kitabxanada kitab oxuyuram. Bura tez-tez sözünü, bəzən, həmişə sözlərini gətirərək cümləmi genişləndirə bilərəm. Mən tez-tez oxuyuram. I often read. Ya da həmişə oxuyuram yazmaq istəsən yazarsan I always read, I sometimes read, bəzən oxuyuram. Mən tez-tez oxuyuram. Nə oxuyuram? Kitab oxuyuram. Books. Harda oxuyuram? Kitabxanada. In the library. Cümləmi library sözünü səhv yazdım. Cümləmi genişləndirmək üçün deyə bilərəm ki, mən dərsdən sonra kitab oxuyuram. After my classes. Dərslərimdən sonra nə edirəm? Kitab oxuyuram. Bunu sadəcə cümləni genişləndirmək üçün yazdım ki, söz sayı çox olsun. Sonra növbəti nədir? Baxaq görək növbəti nə yaza bilərik? Sonra məsələn yaza bilərik ki, baxmayaraq ki, bizim ev tapşırıqlarımız çox olur. Mən düşünürəm ki, bu bizə biliklərimizi artırmağa kömək eləyir. Baxmayaraq ki, ev tapşırıqlarımız çox olur. Baxmayaraq ki, söz nədir? Although. Although baxmayaraq ki deməkdir və sən bu cümlədə istifadə edirsənsə, mütləq iki bir-birinə zid fikir yazmalısan. Yaxşı. Yazırsan, baxmayaraq ki, bəzən ev tapşırıqlarımız çox olur. We sometimes have bizim ev tapşırıqlarımız çox olur. Bizim çoxlu ev tapşırığımız var. Have var deməkdir, bilirsiniz. A lot of homework. Homework ev tapşırığı deməkdir. Although, baxmayaraq ki, we sometimes have. Bizim bəzən olur. A lot of homework. Çoxlu ev tapşırığımız. Sonra vergül, çünki burada although varsa burada vergül. Mən düşünürəm ki, I think o bizə kömək edir. Nə bizə kömək edir? It helps. Burada it deyəndə həmin bu homework nəzərdə tutulur. Ona görə biz onu it cansız əvəz edən əvəzliklə verdik. It helps. O bizə kömək edir. O bizə. Biz nədir? Us. O kömək edir bizə. Mübtədə xəbər tamamlıq. O bizə nə etməkdə kömək edir? Biliyimizi improve eləmək. Improve eləmək yəni artırmaq. Improve. Improve genişləndirmək, artırmaq mənasına gəlir. Improve. Nəyi improve etməyə? Bizim biliyimizi. Our, bizim. Bilik nədir? Knowledge. Biliyimizi artırmağa kömək edir. Sonra nəticə hissəsində bu sözdən istifadə etmək olar, amma sadəcə bu söz demirəm. Yəni o istifadə olunan sözlərdən mən burada birini seçdim. Məsələn, to sum up. To sum up nədir? Nəticədə deməkdir. İndi nəticədə biz nə yazmalıyıq? Nəticədə o yazmalıyıq ki, biz bu boyda yazdığımız şeydən axırda nə qərara gəldik? Biz bu məktəbdə razıyıq, yoxsa yox? İndi yazıram ki, mən məktəbimdən xoşbəxtəm. Yəni, məktəbimdən razıyam. Bu mənada. Yazıram I am happy
with my school. School. Məktəbimdən razıyam. Sonra məktəbimdən razıyam. Nəticə olaraq nə deyə bilərəm? Nəticədə overall mən nə deyə bilərəm? Mən düşünürəm ki, I think, mən nə düşünürəm? O, öyrənmək üçün, dostlar qazanmaq üçün və gələcəyə hazırlaşmaq üçün gözəl bir yerdir. O, gözəl bir yerdir. It is a wonderful place. It's a wonderful place. O, gözəl bir yerdir. Nə üçün gözəl bir yerdir? To learn. İndi siz mənə sual verərsiniz ki, öyrənmək üçün gözəl bir yerdir və burada yadınızı saxlayın. It is var. Burada to be formasından sonra gələn feil, to be sonrasından sonra feili yazırsansa sən əgər, bunsa to ilə verirsən. Öyrənmək üçün gözəl bir yerdir. Sonra nə etmək üçün gözəl bir yerdə yaza bilərik? Dost qazanmaq üçün, dostlaşmaq üçün elə. Dostlaşmaq nədir? Make friends. Make friends. Aha. Make friends. İndi burada sən bir də buraya gəlib yazmamalısan ki, to make friends. Dostlaşmaq üçün. Çünki sən zaten bura to yazmısan da üçün mənasında. To yazmısansa, elə bura vergül qoymusansa, bu to bundan sonra gələcək bütün feillərə aiddir. Yaxşı. Məsələn, make friends. Sonra yazıram ki, and gələcəyə hazırlaşmaq üçün. İndi burada üçün var. Bir də to yazmırsan. Çünki əvvəldə to yazmısan. Sadəcə nə yazırsan? Hazırlaşmaq sözünü. Hazırlaşmaq sözü nədir? Prepare. Yazırsan ki, prepare. Hazırlaşmaq üçün. Nəyə hazırlaşmaq üçün? For üçün deməkdir. Gələcək üçün. For the future. For the future. Burada the artikelini qoyun, mən kiçik hərflə yazdım. For the future. Gələcək üçün deməli. Nəticədə mən düşünürəm ki, o gözəl bir yerdir. Gələcək üçün deməli öyrənməyə, yeni dostlar qazanmağa və gələcək üçün hazırlaşmağa. Gözəl bir yerdir. Ümumi belə bir essemiz oldu və bu essedə istifadə olunan bütün sözlər söz kimi hesab olunur, yəni söz kimi sayılır və burada 100-dən çox söz olar mən düşünürəm ki. Burada məsələn başqa siz tutaq ki, secondly yerinə başqa şey istifadə edə bilərsən, amma ən yaxşı olanları mən sizə yazdım ki, hansılardır. Siz burada mən istifadə, aha. Müəllim, sizdə linking words'lərin Məndə var, PDF-i bəli. var. Zəhmət olmasa da bilərsiniz. Deməli, burada istifadə etdiklərim ən asan versiyalardır. İndi ən çətinlərini ya da orta səviyyədə olanları da yaza bilərsiniz. Amma məsələn, in my opinion yadında saxlayıb sən essedə tətbiq edə bilərsən. Ümumiyyətlə, bunların hamısını yadında saxlayıb bütün esselərdə sırf bu linking words'lərdən istifadə edə bilərsən. Sadəcə indi başqa sözlər də öyrənmək sizin lehinizədir. Çünki niyə də olmasın? Məsələn, belə deyim də, tutaq ki, sən bu in my opinion, sonra moreover, secondly, firstly falan yazmısan. Təbii ki, bunlar ən asan sözlərdir və sən essəndə başqa səhvlər etmisən. Bu zaman sənə güzəşt olunmur. Amma tutaq ki, in my opinion yerinə başqa bir çətin linking words'dən istifadə etmisən ya da moreover yerinə başqa bir uzun linking words'dən istifadə etmisən, başqa səhvlərin varsa sənə güzəşt olunur. Çünki sən çətin səviyyəli sözlərdən istifadə edirsən. Və sən orada çox söz sayında həm də çox olur. Məsələn, moreover yerinə başqa sözlər yaza bilərsən. Tutaq ki, yazırsan in addition, əlavə olaraq burada 2 söz olur. Amma moreoverdə 1 söz var. Yəni sadəcə xeyli bir ifadə. Yoxsa bunları da tətbiq edə bilərsiniz. Başa düşdünüz? Essedə yazanda necə eləyə bilərsiniz? O esseyə uyğun mövzular oxuya bilərsiniz. Məsələn, bizim ev tapşırığımız nədir? My future plans, mənim gələcək planlarım. Elə mənim gələcək planlarım. Burada mən sizə bir şey deyim. Mütləq deyil ki, sən esse yazanda həqiqətən özün fikirləşdiyin bir şeyləri yazasan. Özünə aid olmayan bir şeylər də yaza bilərsən. Tutaq ki, sən gələcəkdə bu olmaq istəmirsən, amma ağlına bir şey gəlmir də, indi o gəlir. Sən oturub fikirləşməməlisən ki, hə mən görəsən nə olmaq istəyirəm. Ümumiyyətlə yazırsan, yəni nəsə yazmalısın. Başa düşdünüz? Yəni yalandan da yaza bilərsən. Orada yoxlayan zaten bilmirsən yalan yazırsan, yoxsa doğru.
Müəllimə, Müəllimə, sən birincisi yazanda one set time yazmaq 9-cu olur. sinifsən? Ha, yazmaq olar. Bəli. Bir zamanlar. Bəli. Əslində sən şəklinə baxıb yazmalısan da. Məsələn, şəkildə səhərdirsə yazırsan ki, bir səhər, nə bilim bir yaz axşamı, tutaq ki, bir yaz səhəri. İndi orada nə görürsənsə onu yazırsın. One day Yazmaq olar, one day Məsələn? yazmaq olar. Amma biraz bəsit qalır o, ona görə dedim. İndi şəkildə nə görürsən, o daha asandır. Şəkildə Müəllimə, gördüyünü yazırsan. ev tapşırıqlarını Ev sizə tapşırığını indi verəsiniz. sizə proqramda var, My Future Plans. Ona uyğun esse yazıb mənə göndərməlisiniz. İndi orada gələcək planlarınız haqqında yazırsınız. Sabah Mən açmayın sizə müəllim. biraz ipucu verərəm ki, göndərərəm qrupa ki, nə yazmalısınız. Məsələn, introduction-da nədən bəhs eləyə bilərsiniz, əsas hissədə nədən bəhs eləyə bilərsiniz, ya da nəticə hissənizi necə bitirə bilərsiniz bu mövzuya uyğun. Belə. Başla sən. müəllim. Sizin yazdığınızdan əlavə özümüz də esse yaza bilərik. Yaza bilərsin. İstəsiz yaza bilərsiniz, yəni özünüz. Müəllim, Yaza bilmirsən? Yaza bilmək üçün yazmaq lazımdır. Nəsə yazmaq lazımdır, yəni oturub nəsə eləməlisiniz. Məsələn, nə edə bilərsiniz? A1 səviyyəli 9-cu siniflər ya da elə 11-ci siniflər də eləyə bilər, amma əsasən 9-cu siniflər nə edə bilər? 8-9-da. Nə edə bilər? Kiçik hekayə kitabları var, A1 səviyyəli. Hekayə kitablarını oxuya bilərsiniz, çünki siz hekayə yazmalısınız. 9-cu siniflər hekayə yazmalıdır. Və A1 səviyyəli kitablarda hekayələr, orada hekayələr olur və orada şəkillər üzərində yazırsınız. Həmin o şəkillərə baxırsınız, o hekayələri oxuyursunuz, sizdə fikir formalaşır. Təbii ki, nağıl yazmalısınız da ora. Məsələn, bir gün belə bir şeylər baş verdi, bu onu elədi, o bunu elədi, belə bir şeylərdir. Yaxşı. Həmin o A1 kitabları oxuyursunuz. Müəllim, o O kitabların kitabları PDF-i məsələn var. Google-a girirsiniz, yazırsınız ki, A1 level hekayə kitabları ingiliscə. Gəlir və istədiyinizi oxuyursunuz. Yaxşı. Bunu 9-cu siniflər, yəni 9-a qədərkilər eləsin. Yaxşı, 11-lər eləyə də bilər, eləməyə də bilər. Bunlar eləsin. Orada siz həm cümlə quruluşunu öyrənirsiniz, həm yeni sözlər öyrənirsiniz, həmin o şəkillərə baxırsınız və hekayələr necə olmalıdır, onu öyrənirsiniz. Yaxşı, onu mütləq oxumalısınız. 11-ci siniflər də oxuya bilər.